Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, BMT-nin baş katibinin müavini, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Miguel Ángel Moratinosun dəvəti ilə İspaniya Krallığında BMT Sivilizasiyalar Alyansının və digər dinlər sülh uğrunda hərəkatın sülh, müharibələrə son qoymaq və beynəlxalq hüquqa hörmət üçün çağırış adlı birgə təşəbbüsünün ilk tədbirində iştirak edib. Aprelin 25-də Qafqaz Müsəlmanlar İdarəsinin sədri Allahşükür Paşazadə İspaniyanın tarixi Gernika şəhərində dini liderlərin iştirakı ilə dəyirmi masada iştirak edib. Öz çıxışında Azərbaycan Prezidenti İlham Əliyev cənablarının salamlarını tədbir iştirakçılarına çatdıran Qafqaz Müsəlmanları İdarəsinin sədri uca Rəbbin yaratdığı ən böyük dəyər olan insan həyatının xilası naminə dünyanın beynəlxalq hüquq normaları və ümumbəşəri mənəvi dəyərlər, ənənəvi dini əxlaqi prinsiplər üzərində bərqərar olmasının vacibliyini vurğulayıb. O bildirib ki, müharibə cinayətləri səngimədikcə Gernika faciəsi yaddaşlardan silinməməli, İki Dünya müharibəsinin tarixi dərslərindən ibrət almayanlar üçün rəmzi görk olmalıdır. Şeyxülislam bu əsnada Birləşmiş Millətlər Təşkilatının sivilizasiyalar arası dialoqun inkişafı, müxtəlif dini konfessiyaların əməkdaşlığının genişlənməsi istiqamətində dəyərli səylər göstərən Sivilizasiyalar Alyansının sülh naminə alyans təsis etmək təşəbbüsünü və alyansın ali nümayəndəsi cənab Moratinosun dəyərli səylərini dünyada sülh və qarşılıqlı etimad mühitinin yaradılması işini önəmli töhfə olaraq dəyərləndirib. Şeyxülislam Allahşükür Paşazadə dünyadakı problemlərin mənəvi cəhətdən dəyərləndirilməsinə, milli, irqi, dini ekstremizm zəminində təzahürləri önləyə biləcək multikultural həyat tərzinin dünyaya təqdim edilməsinə böyük ehtiyac olduğu dönəmdə dünyada insan həmrəyliyinə xidmət edən bütün ideya və təşəbbüslər, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev cənablarının elan etdiyi multikulturalizm, İslam həmrəyliyi illəri, müəllifi olduğu mədəniyyətlər arası dialoqa dair Bakı prosesi, habelə Sivilizasiyalar Alyansının 7-ci qlobal forumuna ev sahibliyi etməyimiz dünyada sülh və birgə yaşamaq amallarına xidmət edir. Daha sonra əlavə edib ki, beynəlxalq hüquq normaları BMT-nin məlum qətnamələri çərçivəsində hərbi təcavüzə son qoyaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etmiş, Azərbaycan Respublikası 30 il ərzində müharibə cinayətlərinə işğal, soyqırım, vandalizm, urbisit, ekosid və kultursidə məruz qalmışdı. Bugün Azərbaycan dövləti azad olunmuş ərazilərimizdə mədəni mənəvi irsimizi dirçəldir, yandırılmış torpaqlarımıza yeni həyat verir, dinc quruculuq işləri və bölgədə real sülh işi ilə məşğul olur. 26 apreldə tarixi Gernika şəhərində faciəli bombardımanın 88-ci il dönümündə anım tədbirinin məqsədi də sülh mesajını təşviq etmək, beynəlxalq hüquqa hörməti dəstəkləmək, müharibələrə qarşı qınağı gücləndirmək olub. Şeyxülislam Allahşükür Paşazadə öz çıxışında mühüm məqama toxunaraq bildirib. Bəşəriyyətin qan yaddaşında həkk olunmuş milli, irqi, dini mənsubiyyətə görə törədilmiş qətliamlar insanlığa qarşı ən ağır və bağışlanılmaz günahlardandır. Müharibə cinayətlərinə, qətliamlara, siyasi hüquqi qiymət verilməsi, ədalətin öz yerini tutması üçün müstəsna dərəcədə vacibdir. Şeyxülislam Allahşükür Paşazadə insanlığa qarşı törədilmiş cinayətlərin Gernika, Holokost, Xatın, Srebrenitsa, Xocalı, Ruanda və digər qətliamların kütləvi insan qırğınlarının bütün qurbanlarını ehtiramla yad edərək Azərbaycanın üzləşdiyi Xocalı faciəsinə toxunaraq bildirib ki, kütləvi qətliam cinayətinə məruz qalan xalqlardan biri də Azərbaycan xalqıdır. Tədbirin sonunda Şeyxülislam Allahşükür Paşazadə, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Miguel Ángel Moratinos və Dinlər Sülh Uğrunda Hərəkatının baş katibi Francis Curia ilə birlikdə Gernika qurbanlarının xatirəsinə rəsmi əkil qoyma mərasimində iştirak edib. Şeyxülislam Allahşükür Paşazadə, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Miguel Ángel Moratinosla görüşdə dini mərkəzlə BMT qurumu arasında qarşılıqlı əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib. Tədbir çərçivəsində Allahşükür Paşazadə, Gernika, Luma Meri José Mari Gorro, yerli hökumət rəsmiləri, Dinlər Sülh Uğrunda Hərəkatının baş katibi Francis Curia, hərəkatın həmsədri Bosniya-Hersegovina müsəlman icmasının başçısı Sarayeva müftisi Necdat Grabus ilə görüşüb, səmərəli fikir mübadiləsi aparıb. Tədbirdə Azərbaycan İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov da iştirak edib.